Sənin suyuna qurban, təbiətinə qurban, sənin yerine qurduğuna havana qurban. Ağbulağın 7 rəngli taşı var. Çal bayırı, köprü gölü taşı var. Dağa gəlib Ağbulağa gəlməsən, gecəyləri bir taşı var. Qaraxan Xudayarov Laçın rayon Ağbulaq kənd sakinidir. Laçın səfəri çərçivəsində onun da kəndinin qonağı olduq. 30 ildən sonra ilk dəfə kəndə qayıdan Qaraxan Xudayarov uşaq kimi gah dağılmış evinə qaçdı, gah həyətlərindəki meyvə ağaclarından meyvə toplamağa çalışdı. Biraz nəfəs aldıqdan sonra qoyub getdiyi kəndin xarabalığa çevrilmiş olduğunu, hansı ağrı acı ilə dərk etdiyini gizlətməyə çalışsa da, titrəyən səsi onu ələ verdi. Bizim bu kəndimizin hardasa 350-400 ilə qədər tarixi var. Biz buradan çıxanda bu kənddən hardasa 200 təsərrüfat var idi. O 200 təsərrüfatda da hardasa bir 700-800 nəfərə qədər ahali yaşayırdı. Bizim yaxşı məktəbimiz var idi, xəstəxanamız var idi, hamının 2 mərtəbəli bir evi var idi. Heyvandarlıq, qoyunçuluq, bağçılıq, hər şey burada inkişaf eləmişdi. Ağbulaq kəndi Laçın rayonunun ən ucqar yaşayış məntəqələrindən hesab olunur. Dəniz səviyyəsindən 1969 metr hündürlükdə yerləşən kənd rayon mərkəzindən 62 kilometr uzaqlıqda yerləşir. Kəndin adı kəndin içindən qaynayıb çıxan Ağbulağın adı ilə bağlıdır. Ağbulaq ucqar kənd olmasına baxmayaraq kənddə Laçının füsunkar təbiətə malik olan kəndlərindən biridir Ağbulaq. 30 illik həsrətdən sonra kənd sakinləri doğma yurtlarına baş çəkə bilirlər artıq. Daha ətraflı Ağbulaqlılarla birlikdə kəndə səfər edən əməkdaşımız Şöhrət Eyvazovun reportajında. Laçının ən gözəl yaşayış məntəqələrinin birindəyik. Dağı, meşəsi, tərtəmiz havası və buz kimi bulaqları ilə sanki yer üzündəki cənnət Ağbulaq. Laçın rayon mərkəzindən təxminən 62 kilometr şimal-qərbdə yerləşən kəndin ərazisi, keçmişdə Zəngəzurda yaşayan Ağkörpü adlı tayfanın qışlaq yeri olub. Vaxtilə kənddə orta məktəb, klub, kitabxana, xəstəxana, post və mağazalar fəaliyyət göstərib. 1992-ci ildə Laçını işğal edən erməni silahlı birləşmələri buradakı evlərlə yanaşı sosial obyektləri də viran qoyub, kəndi xarabalığa çeviriblər. Artıq işğaldan azad olunan Ağbulağa yavaş-yavaş həyat qayıdır. Kəndə köçürülən arıçı və heyvandarlar gündəlik işləri ilə məşğul olurlar. Çətinliyə baxmayaraq biz bunlara öyrəşmişik. İşıq da olmasa burada yaşamağı biz yaşamalıyıq. Bizim öz vətənimizdir. Ona görə də bizim üçün çətin deyil. Yavaş-yavaş biz elə bu gündən yurd eləməyə düşünmüşəm. 14 yaşımda da buradan qarşılıqlı məcburi köçkün düşmüşük. 30 ildən sonra öz doğma yurduna qayıdan Ağbulaq sakini Akif Həsənov isə qarışıq hisslər keçirir. Deyir, ömrünün ən gözəl çağlarını keçirdiyi ata evim erməni silahlı qüvvələri tərəfindən dağılsın.